Gates'in uğur taleyi. Bill Gates 1955-ci ildə Amerikada doğulub. Ziyalı insanların əhatəsində böyüyən Bill mükəmməl təhsil almışdı. O, arıq, çəlimsiz, həm də utancaq və təvazökar bir uşaqdı. 12 yaşı olanda kompüterdə proqramlaşdırma işini öyrənməyə başladı. Başqa fənlərdən uğur qazana bilməsə də, riyaziyyatdan yüksək qiymətlər alırdı. Atası istəyirdi ki, Bill böyüyəndə riyaziyyatçı olsun. Amma o, başqa yolu seçdi. 13 yaşı olanda Bill Gates ilk kompüter proqramı hazırladı. Eyni zamanda oxuduğu kollecdə şirkət yaratdı. Şirkətdə onun sinif yoldaşları işləyirdilər. Onlar yerli hakimiyyət üçün kompüter proqramları hazırlayır, şəhər nəqliyyatının hərəkət qrafikini avtomatlaşdırırdılar. Küçə hərəkət qaydalarını nizamlamaq üçün proqram yaradanda Billin 15 yaşı vardı. Bu yaşda o $20.000 qazandı. Bundan sonra Bill müxtəlif iş təklifləri, sifarişlər almağa başladı. Bill Gates və dostu Paul Allen proqramlaşdırma üzərində səylə işləməyə başladılar. Nəhayət, Microsoft şirkətinin təməli qoyuldu. Artıq 35 yaşı olanda Bill milyarderdi. O, bir neçə dəfə uğursuzluğa düçar olsa da ruhdan düşmürdü. Əksinə, yeni proqramlar hazırlayaraq dünyada ən məşhur insanlardan birinə çevrildi. 2009-cu ildə dünyanın varlı adamlarının siyahısında birinci yeri tuturdu. 2018-ci ildə Bill Gates Microsoft şirkətini tərk etdi və həyat yoldaşı ilə birlikdə xeyriyyəçiliklə məşğul olmağa başladı. O, bugün də həmin işi uğurla davam etdirir.